Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Mən istəyirəm sizlər üçün məhlullar bölməsində olan bəzi çətin tipli testlərin izahatını verim. İndi isə gəlin testlərin izahatına baxaq. Qida sənayesində məhlullar geniş istifadə olunur. Məsələn, kofe hazırlanarkən şəkərin suya əlavə edilməsi şəkərli kofe əmələ gəlir və bu zaman su məhlulları şəkər molekulları ilə qarşılıqlı təsirdə olaraq məhlul əmələ gətirir. Şəkərin suda həll olması bir sıra amillərdən, o cümlədən temperaturdan asılıdır. 20 dərəcə Selsidə hazırlanmış 200 qram sudan istifadə etməklə, deməli, mənim nə qədər suyum var? M su bərabərdir 200-üm var. 200 qram sudan istifadə etməklə hazırlanmış doymuş məhlul 20 dərəcə Selsidə. Görürəm ki, KH nə qədərdir? KH bərabərdir 400. Deyir ki, bu zaman istifadə etməklə hazırlanmış doymuş məhlul 50 dərəcə Selsiyə qədər qızdırılmışdır. 50 dərəcəyə qədər qızdırılanda KH nə qədər alınır? 700 alındı. Yenidən deyir, doymuş məhlul almaq üçün 1000 neçə qram həll olan maddə əlavə edilməlidir. Əlavə edilən maddə soruşulur. KH 400-dürsə, M suyum 200-dürsə, mən buradan KH-ın düsturundan taparam ki, maddə bölünsün, su vurulsun nədir? 1000-dir. Burada maddə nəyə bərabərdir? 200 vurulsun 400 bölünsün 1000-ə. Buradan da cavabım nə qədər eləyəcək? 80 qram. İndi mənim 80 qram maddəm var. Deməli, sonra isə mən baxıram ki, artıq 50 dərəcəyə qədər qızdırılanda mənim KH-ım olur 700. KH-ım 700 olanda deyir, həmən maddədən nə qədər istifadə etməliyəm? KH-ım 700-sə, yenə düsturum maddə bölünsün, su vurulsun 1000 deyil. Mən burada baxıram ki, maddəm 80-dir. Deyir, daha neçə qram həll edən maddə əlavə edilməli? Daha neçə qram maddə əlavə edeyim? X qram. Təbii ki, burada suyum da nə qədərdir? Elə 200 olacaq. Vurulsun 1000-ə. Və burada 1000 ilə 200 ixtisar getdi 5. Deməli, 400 üstə gələk 5x bərabərdir 700. 5x bərabərdir 300. X də bərabərdir nə çıxacaq? 60. Deyir, daha 60 qram maddə mən həll etməliyəm. Ardınca davam edirik. Digər məsələyə keçək. Görək digər məsələdə nədir? Növbəti məsələmizə baxırıq uşaqlar. Buna baxdıq. Digər məsələmizə keçirik. Görək digər məsələmizdə nə deyir? Deyir ki, 125-ci məsələyə baxacağıq. Görək 125-ci məsələdə nə deyir? Görək nə deyir? Deyir ki, 1 mol spirtin 7 mol suda həll edilməsinə 37% məhlul alınıb. Deməli, mənim maddəm spirtdir, özdə 1 moldur. 7 molda suda həll edilibdir. Maddəm spirtdir, özdə 1 moldur. Yəni, M maddə olaraq deyil, N maddə olaraq verilibdir. M suyu da tapmaq üçün 7 mol suyu vururuq 18-ə, qramını tapmaq üçün. 7-ni vururam 18-ə, bu da eləyəcək nə qədər? Bir dəqiqə uşaqlar rahat olsun, kalkulator nəsi var? 7 vuraq 18, bu da eləyir 126 qram. Deməli, 1 mol spirti 126 qram suda həll ediblər. Alınıb da 37% məhlul. 37% məhlul. Mən də bilirəm ki, omega bərabərdir, maddə bölünsün. M maddə üstə gələk M su vurulsun 100%. Deyir, spirtin nisbi molekullar kütləsini tap. 1 mol maddədir. Yəni, biz artıq buradan tapacağıq 37 bərabərdir. X bölünsün. X plus. Suyum nə qədər oldu? 126 vurulsun 100-ə. Həmən bu tapdığın qram elə 1 mol spirtin emerinə bərabər olmuş olacaq. Bu qədər sadə və bəsit. Sonra ardınca 126-ya baxaq. Deyir, 48 qram natrium hidrid üzərinə gəliblər su. Buradan alınacaq natrium OH üstə gələ H2. Görək nə deyir? Deyir, 48 qramın üzərinə 356 qram su əlavə ediblər və alınmış, doymamış məhlulda əmələ gələn maddənin kütlə payını tap. Deməli, mən birinci burada nə etməliyəm? Bax, 48 qram. M məhlul nəyə bərabərdir? 48-i atmışam 356 qram suda həll etmişəm.
Amma bir şey var. Bu ikisinin cəmindən burada uçub çıxıb gedən hidrogenin var. Gəlin görək 48 qram natrium hidrid əlavə eləyəndə neçə qram hidrogen məhlulu tərk eləyir? 23 1, 24 bunu əlavə eləyəndə 2 qram tərk eləyir. Buradan tənasübündən mən tapıram ki, məhluldan neçə qram çıxıb gedənimiz var? X bərabərdir, gəlin bunu göynə yazım. X bərabərdir 48-dən 24 qısa getdi 2. 2-ni vurdum ki, 4 qram itki var. Deməli 48 üstə gələk 356-dan çıxmalıyam. Çıxmalıyam 4-ü ki, mənim M məhlulum eləsin. Gəlin baxaq 48 üstə gələk 356 çıxmalıyam 4-ü. Deməli, M məhlulum elədir. Neçə qram? 400 qram. İndi mənə deyir, əmələ gələn məhlulda əmələ gələn maddənin, deyir, alınan doymamış məhlulda əmələ gələn maddənin kütlə payını hesablayın. Gəlin görək 48 qram natrium hidriddən neçə qram natrium OH əmələ gəlir? Gözüm görür ki, 24-dən 40 qram əmələ gəlir. Bunlar ixtisar getdi 2, maddəmi tapdım nə qədər? 80. Maddəm 80-dir, məhlulum da 400-dür. Omega nəyə bərabərdir? Omega bərabərdir. Maddə 80 bölünsün məhlul 400 vurulsun 100%. Bu qədər sadə və bəsit. Başa düşdük. Aha. Keçək növbətiyə baxaq. Sonra baxırıq. Bir dəqiqə, hə, bunu elədik. Keçirik növbətiyə. Növbəti sualımızda görək nə deyir. Aha. Deyir 120 qram X maddəsi 30 dərəcə Selsidə həll olma əmsalı bu qədərdir. 1500-dür. Demək 120 qram X maddəsinin maddə bərabərdir 120. 30 dərəcədə KH-ı 1500-dür. Deyir məhlulun sıxlığı, rho məhlulun sıxlığı 1.6 qram bölünsün millilitr olarsa, bu məhlulun həcmi V məhlulu hesablayın. V məhlulu tapmaq üçün M məhlulu bölməliyəm nəyə? Rho məhlula. Mənim də buradan görürəm ki, rho məhlulum var 1.6-dır. Burada millilitr olaraq nəzərə alacağıq. Mən KH və M maddə düsturundan nəyi tapa bilərəm? M suyumu taparam. 1500 KH bərabərdir. Maddə 120 bölünsün su vurulsun 1000. Buradan tapdım. Bununla bu ixtisar getdi. Deməli 1.5 bir dəqiqə 120 aha. Bölürəm 1500-ə. X-im elədi 80. Mənim suyum, üzr istəyirəm, suyum X su 80-dir. Və maddəm 120-dirsə, 80 də üzərinə gələndə məhlulum nə qədər elədi? 200. 200 məhlulun kütləsini bölərəm 1.6-ya alaram. Doğru cavabı. Amma millilitrini istəyirdiyə çevirməyə ehtiyac olmayacaq. Növbətiyə baxırıq. Görək növbətdə nə deyir? Deyir, eyni maddənin KH-ı verilib, doymuş və eyni maddənin bərabər kütləli müxtəlif məhlulları. Bərabər kütləli deyirsə, mən bu düsturu bilirəm ikisini qarışdıranda. Omega 1 üstə gələ, omega 2 bölünsün nəyə? 2. Bunun omegası var, amma bunun omegası yox, KH-ı var. Onda omega bərabərdir, KH bölünsün, KH plus 1000 vurulsun 100% düsturundan, bunun omegasını taparam. Omega nəyə bərabərdir? 250 bölünsün, 250 üstə gələk 1000 vurulsun 100%. Buradan omeganı tap, bu tutaq ki, omega 1-imdir. Bu da omega 2-imdir. Bu tapdığı, buradakı cavabı, buradan, bu hesabladığın cavabı gətir burada bunun yerinə qoy. Omega 2-ni də tutaq ki, 10% veribdir. İkisini topla, bölüküyə cavabındır. Və salam. Sonra ardınca baxaq. Baxaq uşaqlar. Keçsin növbətiyə.
Deməli, baxaq bu məsələyə görək nə deyir bizə burada. Uşaqlar istədiyi nömrələrdir, sırf onların izahatını verir. Deməli, 149-cu məsələmizdə nə deyir? Deyir ki, X, Z məhlulları qarşılaması alınan məhlulun qatılıqları arasındakı uyğunluğu müəyyən edin. Nə var ki, uşaqlar bunlara? Ki, burada eyni üçləli məhlullardır. Düsturumuz bu olacaq. Omega bərabərdir. Omega 1 üstəgələ omega 2 bölünsün 2. Bu nə sualdır ki, bunu yönətmişik. X və Y qarışdıranda bax, X-dan Y 20 üstəgələ 30 bölünsün 2. X-dan Z 20 üstəgələ 40 bölünsün 2. Y-dən Z 30 üstəgələ 40 bölünsün 2 sənin cavabındır. Vəssalam. Aha. Keçdik növbəti suala. Bunlar eynidir. Aha. Ardınca sonra buna baxaq. Görək nə məsələdir. Görək nə deyir uşaqlar. Deyir ki, 40 dərəcə Selsidə, bax, tapıram 40 dərəcə Selsidə 50 ml suda. Nə verilib mənə? M su verib 50 ml. Amma mənə qrafikə görə neçə millilitr suya görə verilib? 100 millilitrə. Deyir 40 dərəcədən 20 dərəcəyə qədər soyuqda neçə qram duz çökər? Mən görürəm ki, 100 millilitr su üçün 40 dərəcədən, bax 40 dərəcə 50-dir, 20 dərəcə 25-dir. Çökmə nə qədər oldu? 50-dən çıxdım, 25 elədi, 25 qram çökmə var. Məndə 50 millilitr verib, qrafikdə 100-ü veriblər. Qrafikdə 100-ə görə 25-dirsə, 50-yə görə nə olacaq? 2 dəfə az olacaq da, düzdür? Onda 25-i böləcək 2-yə, 12,5 olacaq. Başa düşdük? Baxın, qrafikə müəyyəni baxırıq. Görürəm ki, 100 ml suya görə 50-dən 25 çıxıram, 50-dən 25 çıxıram, elədi 25 qram duz çökür. Bu 100-ə görədir. 50 ml su bunun yarısı qədərdir. Onda 25-dən deyib ki, 12,5-ə çıxmalısın da, hər tərəf 2-yə bölünməlidir. Bəs. Baxaq. Növbəti suala baxırıq. Görək növbəti sualımızda nə deyir uşaqlar? Aha. Növbəti sualda deyir ki, 30 dərəcə Selsidə 300 ml suda M su bərabərdir 300. 50 qram X maddə bərabərdir 50. 30 dərəcə Selsidə qalxıram yuxarıya. KH nə qədər imiş? KH da bərabərdir 200. Aha. Deyir, həll olma əmsalının temperatur asılı qrafik əsasən bu temperatura məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə edir? Yəni KH-ın 30 dərəcədə uyğun 200 olması üçün deyim, neçə qram X maddəsi əlavə edilməlidir? Yəni maddə neçə qram da əlavə etməlisən ki, KH 200 alsın? KH 200 bərabərdir. M maddə 50 üstəgələ X bölünsün. M su vurulsun 1000-ə. Vəssalam. Burada 5 yazırıq. Deməli 25 250 plus 5x bərabərdir 300-ə. Deməli 50 bərabərdir 5x-a. X də bərabərdir nəyə? 10-a. Məsələn 10 qram əlavə həll eləməlisən. Keçirin növbəti sualımıza. Bunu cavablandırdıq. Sonra buna keçirik, bunu da cavablandırdıq. Gəlirik bura. Deməli 1, 2, 3, 4, 5, 6 dənə qalıb. Aha. Baxaq. Görək testimizdə nə deyir? Aha.
Deyir, X, Y duzunun 100 ml suda həll olmasının temperaturuna asılılığı verilibdir. Bəli, qrafikdən də görürəm ki, 100 ml suda həll olmasının asılılığı verilib. 20 dərəcə Selsidə 200 ml suda M su bərabərdir 200. Deyir, 30 qram maddə həll edilib. Maddə bərabərdir 30 qram. Ardınca bu məhlulu 20 dərəcə Selsidə doymuş hala gətirmək üçün məhlula minimum neçə qram XY duzu əlavə edilməlidir? Uşaqlar, 100 ml suda deyirsə, mən burada KH-ı tapanda, KH-ın görürəm ki, 100 ml suya görə KH həll olma 25-dirsə, bölürəm 100-ə, vururam 1000-ə, KH-ım mənə nə verir? 250. İndi mən buradan yazıram ki, KH bərabərdir bayaqki məsələlərdən də. Maddə bölünsün. M su vurulsun 1000-ə. Və deyir, minimum neçə qram duz əlavə eləməliyəm. Neçə qram əlavə etməliyəm. 250 bərabərdir. Maddəm nə qədərdir? 30. Deyir, əlavə nə qədər eləməliyəm? Bölünsün 200 vurulsun 1000-ə. Bundan bu qısa getdi 4. 120 plus 4x bərabərdir 200-ə. 80 bərabərdir 4x-a, x də bərabərdir nəyə? 20-yə. Deməli, mənə lazımdır ki, növbəti olaraq 20 qramda mən bu maddədən neyim? Həll edim. Yəni, çətin bir şey yoxdur, uşaqlar. Görəcəksiniz ki, rahat şəkildə həll etmək olur. Digərdə eyni qaydadır. Növbəti məsələyə də bir dənə baxaq. Deyir, 20 dərəcə Selsidə 800 qram doymuş məhlul. Deməli, məhlul bərabərdir 800 qram doymuş məhlul. 20 dərəcə Selsidə 800 qram məhlulda KH-ı nə qədərdir? 600. 50 dərəcə Selsiyə qədər qızdırılır. Deyir, alınmış məhlul doymuş halı gətirmək üçün 50 qramda duz əlavə edilirsə, Y hesablayın. Uşaqlar, 800 məhlulum var və bu məhlul üçün KH-ım da 600-dür. Mən neyniyərəm? KH bərabərdir. Bax, KH bərabərdir. Maddə bölünsün su vurulsun 1000-dir. Düzdür? Deyə say məndən maddə var, nəsə var. Onda KH bərabərdir. Maddə bölünsün. Suyun yerinə məhlul çıxılsın. Maddə vurulsun 1000-ə. Bu düsturdan gedəcəyim. Deməli, uşaqlar. Bircə dəqiqə. Hə. Gətirirəm, mən buradan yazıram. 600 bərabərdir. Maddə bilmirəm nə qədərdir. Məhlul 800-dür. Çıxılsın maddə. Vurulsun 1000-ə. Deməli, 1000-dən 1600. 1600 x bərabərdir. 48 1000-ə. Səhv etmirəmsə. 48 1000-i də bölürəm 1600-ə. Bu deyilədir. X-im 30. Deməli, indi bax, x-i 30 tapdım. Onda gəlirəm. Mən nə iş görürüm? Bax, bu hissəni silirəm. Görürsünüz. Nə tapmışam? Maddəmi tapmışam 30. Düzdür. Onda suyum nə qədər imiş? 800-dən çıxdım 30, 770. Düzdürmü? Deyir ki, aha. Deyir, KH-ın, deyir, həll olma əmsalını 530 yox, 300 deyillərdi. Qoyun bir dənə baxım. 5-də 300-üymüşük maddəm. Üzr istəyirəm, 300. Aha, 800-dən də 300 çıxanda suyumu nə alıram mən? 500 alıram. Aha. İndi mən 50 dərəcə Selsidə deyir, KH-ım deyir, nə qədər olar? KH bərabərdir. Maddəm 300-dür və 50 qram da əlavə ediblər doymuş hala gətirmək üçün. Suyum təbii ki, yerində dəyişməyibdir. Vurulsun 1000-ə. Deməli, 350-ni vurduq 1000-ə, böldük 500-ə. Buradan da cavab çıxır ki, KH-ım nə qədərdir? 700-ə bərabər olmuş olacaq. Yəni, çətin bir şey yoxdur. Uşaqlar, rahat şəkildə bunu da ümumi şəkildə, yəni, cavablandıra bilərsiniz. 65-də olacaq cavab 700. Keçdik ardınca növbətiyə. Növbətdə görək nə deyir. Deyir 200 qram suda M su bərabərdir 200. X
4 suda X maddəsi həll olunaraq 40 dərəcə Selsidə hazırlanan doymuş məhlulun doymuş məhlulun kütləsi 250 qramdır. Məhlul bərabərdir 250 qram. M-i deyir hesablayın. Yəni nəyi KH hesablayın? Uşaqlar, suyum 200-dürsə, X maddəsi həll olunubsa, 40 dərəcə Selsidə məhlulun kütləsi 250 olubsa, deməli maddəm nə qədər imiş? 50 imiş. İndi KH nəyə bərabərdir? Maddə 50 bölünsün su vurulsun 1000-ə. Bunlar da ixtisar gedəndə 5. KH da buradan nə çıxacaq? Bundan bu ixtisar gedir. Deməli, KH budur. Suyum 200-dür. Aha. Vəssalam. İndi burada da mən baxıram ki, 66-da. Cavabım çıxır nə qədər? 25,00. Düzdür? Və mən bunu bir dəqiqə 200 qram sudur, 200 qram su verilib. X maddəsi 40 dərəcə Selsidə alınan doymuş məhlulun kütləsi 250-dirsə, maddəm nə qədərdir? 50-dir. Deməli KH bərabərdir 50 bölünsün. Suyum nə qədərdir? 200-ə vurulsun 1000-ə. Bir dəqiqə bir dənə yaxşı vurum onu. Yorğunam uşaqlar, dərsdən çıxmışam, gecə vaxtı çəkirəm bunu. Bölünsün 200-ə. Cavabım nə çıxdı? Hə, görürsünüz, səhv bir dənə 0 artıq qoymuşam. 250. Burada da fikir verin, 100 qram suda həll olandır. Onda 1000 qrama nə qədər düşəcək? 1000 qrama da düşəcək nə qədər? 25 qram. Vəssalam. Yəni çətin bir şey yoxdur. Keçdik növbətiyə. Bir dənə üzr istəyirəm, görüm bu nə idi? Hə, bunlar qalıb elə. Bəs bu nə idi görüm? Bir dəqiqə uşaqlar. Onda mən buradan bir dəqiqə bunu izah vermişəm. Bunu izah vermişəm. Baxın bir də. Bunu məncə izah vermişəm. Bunu həll elədik. Bunu həll elədik. Bunu həll elədik. Bunu həll elədik. Bunu da həll etdik. Mən axırıncı səfər 66-nı izah verdim. Hə, bunları izah vermişik. Sonra gəldi çıxdıq 66-nı da izah verdik. Sonra gəldi çıxdıq 67-yə. Bir dəqiqə bunun ardı da buradadır. Aha. Deyir 20 dərəcə Selsidə suda hazırlanmış 800 qram doymuş X duzu məhlulundan. Məhlul bərabərdir 800 20 dərəcə Selsidə. Aha, KH nə qədərdir? 600. Deyir X duzu məhluluna müəyyən miqdar həmin duzdan əlavə edilərək 50 dərəcə Selsidə qızdırılmış. Bu zaman əlavə edilən duz tam həll olmuş və sıxlığı bu qədər olan məhlul. Məhlulun deyir həcmini müəyyən edin. Deməli uşaqlar, mən nəyə baxıram? 20 dərəcə Selsidə suda hazırlanmış 800 qram doymuş X duzu məhluluna. Məhlulum 800-dür. 20 dərəcə Selsidə görürəm KH nə qədərdir? 600. KH bərabərdir 600. Onda 600 KH bərabərdir maddə bölünsün. Məhlul çıxılsın, maddə yazaram, vurulsun 1000-ə. Niyə uşaqlar? Maddə bölünsün, su vurulsun 1000 deyil. Suyun yerinə məhlul çıxaq, maddə yazdım. Və buradan diqqət eləyirik. X-ima nə çıxacaq? 1600, bu da 48, 1, 2, 3, 4. Bölürəm 1600-ə. Bu elədi X-ım, maddəm 300. Aha, onda burada M suyum nə qədər imiş? M suyum da 500 imiş. 800-dən məhluldan çıxıram maddəmi.
Deyir x duzu məhluluna müəyyən miqdar həmin duzdan əlavə edilərək 50 dərəcəyə qədər qızdırılmışdır. 50 dərəcəyə qədər qızdırılanda görürəm KH-ı 700 eləyir. 700 bərabərdir. Maddəm 300-dür və müəyyən miqdar əlavə ediblər. Suyum da 500-dür. Vurulsun 1000-ə. 1000-lə 500 x getdi 2. 600 plus 2x bərabərdir 700. 100 bərabərdir 2x-a, x də bərabər nəyə? 50. Deməli 50 qram əlavə eləmişəm. Bu zaman əlavə edilən duz tam həll olmuş. Deməli mənim maddəm nə qədər oldu? 300-üm var idi əvvəldən. 50-sində həll elədim, oldu 350. Və suyum nə qədərdir? Suyum da əvvəldən 500-dür. İkisini topladım, nə qədər elədi? 850 mənim məhlulum var. Məhlulun da mənə sıxlığı verilibsə, onda həcmi nə qədər olacaq? Məhlul bölünsün rho məhlul. Yəni 850-ni bölürəm 1,7-yə. Burada da cavab nə olacaq? 500. Vəssalam. Çətin bir şey yoxdur. Əslində bu məsələni bir neçə yolla həll eləmək olar. Bizə görüşürlər. Bir də üzr istəyirəm. Aha, bunu da belə yolladıq test olaraq. Keçək növbətiyə. Bizə dəqiqə bunu izah vermişik. Bunu izah verdik. Bunu izah verdik. Buradakını dedik. Bunu da həll etdik. Görək hansı qalıb. Bunu da həll etdik. Bir dənə burada 68-i də izah verək. Aha. Görək nə deyir. Deyir, müəyyən temperaturda maqnezium sulfatın suda doymuş məhlulunun 250 qramında. Məhlul bərabərdir 250 qram. 12,4 mol oksigen atomu vardır. Aha. Həmin temperaturda maqnezium sulfatının həll olma əmsalını hesablayın. Sonra deyir ki, duzun hidrolizini nəzərə almayın. Aha. Deməli, mən bilirəm ki, maqnezium sulfat vurulsun XH2-odur. Deyir ki, məhlulun 252 qramında 12,4 mol oksigen varsa, 120 qramın altına bunun obşemeri yazacaq. 120 plus 18x-in içərisində oksigen atomu molundan soruşulursa, 4'ü buradadır, x-i də buradadır. 4 plus x-im var. Bir də mən bunu hesablayayım uşaqlar kalkulyatorla. Uşaqlar, gəlin belə eləyəyin. Bu yolla yox, daha rahat olar ki, bizim üçün götürək ki, maqnezium sulfatının suda doymuş məhlulu 252 qramdırsa, A mol maqnezium SO4 götürürəm. Bunun kütləsi nə qədər eləyəcək? 120-ni vurdum A-ya, elədi 120A. Və ardınca x molda su götürürəm bu kristal hidratın üçün. Burada 18 də vurdum x-ə, neçə elədi? 18x. İndi mənə deyir ki, 252 qram məhlulun var. Məhlul nədən ibarətdir? Məhlul maddə və suyun cəmindən. 120A üstə gələk 18x bərabərdir 252-yə uşaqlar. Bir də deyir ki, 12,4 molda oksigen atomu var. Oksigen atomunun sayı nə qədərdir? A-nı vurduq 4'ə, 4A üstə gələ. Burada isə x-i vurduq 1'ə, x-dir. Aha. Bu da deyir nəyə bərabərdir? 12,4'ə bərabərdir. Yəni bir dəqiqə mən bunun x və a-nı müəyyən eləyim. Bizə dəqiqə uşaqlar kənarda hesablayacağım. Deməli uşaqlar, buradan x çıxır nə qədər? A-ya bərabər olur. Kənarda kalkulyatorunu istifadə edik. Və burada mən 4A üstə gələk 10'da. Bax buradan. Tapa bilərəm A-nı. 12,4-dürsə, A-ya düşəcək burada nə qədər? 0,6. Deməli, A 0,6-dır, x-im də 10'dur.
Bax, gətirirəm A 0.6-dır. 0.6-dır. X-im da 10-dur. Və salam. İndi mən nə edəcəm? 0.6-nı vurdum 120-yə. Kütlələrini tapacağım maddələrin. Deməli, 0.6-nı vurdum 120-yə. Bu eləyəcək bir dəqiqə 72 qram. 10 mol da suyum 180 qram eləyəcək. 120-ni vurdum 0.6-ya 72 aldım. Bu da 180. İndi məndən nə istəyirdi? KH-ı. KH bərabərdir maddə bölünsün su vurulsun 1000-ə. Bu da rahatdır. Bayaqçında gələ tənasübdə biraz çətin gedəcəkdik. Bu da belə. Növbəti sualımıza baxaq. Bir dəqiqə. Bunları eləmişik. Aha. 106-ya baxaq. Görə 106-da nə deyir? Aha. Deyir ki, müəyyən temperaturda həll olma əmsalı 1500 olan X duzun, deməli, KH-ım 1500-dür. Duzun X qram 30% məhlulundan, məhlul bərabərdir X, omega bərabərdir 30% məhlulundan. Minimum neçə qram su buxarlandırmaq lazım ki, həmin temperaturda doğmuş məhlul alınsın, yəni KH 1500 alınsın. Burada mən maddəmi tapmaq üçün 30-u vurdum X-a, böldüm 100-ə. Bu elədir 0,3 X. Onda suyum nə qədərdir? Məhlulum X-dır, 0,3 X maddəmdirsə, elədir suyum 0,7 X. Aha, KH-ımın 1500 alınması üçün KH bərabərdir maddə 0,3 X. Deyir, minimum neçə qram su buxarlandırmaq lazımdır, bax. Onda 0,3 X bölünsün su 0,7 və bundan da su buxarlandırmalısan, vurulsun 1000-ə. Buradan suyunun qiymətini tapın uşaqlar. Eyni qaydadır, digərləri də eynidir. Düşünürəm ki, bu qədər bəs eləyər artıq.